bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Və təbii ki, sən gərək özün əmin olasan ki, sən haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir. Heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir. Heç bir ölkəni işğal etməməlidir. Və bizim böyüklüyümüz də və müdrikliyimiz və eyni zamanda məsuliyyətimiz göz önündədir. Biz həm 20-ci ildə, həm 23-cü ildə, həm bu illər arasındakı olan hadisələr zamanı güc tətbiq edərək Ermənistana onlara layiq olan cavabı verə bilər. Nə qədər ki, bizim xalqımız əziyyət içində yaşayır, nə qədər ki, bizim ərazilərimiz viran olunur, nə qədər ki, bizə qarşı hərbi cinayətlər törədilir, biz də onların şəhərlərini Ağdamın vəziyyətini qoya bilərik. Tam rahatlıqla və əminliklə deyə bilərəm və heç kim bizi dayandıra bilməz. Biz bunu etmədik. Etmədik çünki bu nahaq iş olardı. Bir. İkincisi, mən tam əmin idim ki və bilirdim ki, gec-tez müharibə və hərbi qarşıdurma dayanmalıdır. Və bunu biz dayandırmasaq, bu dayanmayacaq. Bunu güclü tərəf dayandırmalıyıq. Və hətta bu artıq mətbuata da getmişdir. Prezident Trump'ın müşaviri Cənab Vitkov müsahibəsinin birində demişdir ki, Ağ Evdə Prezident Trump da məndən də soruşdu, niyə siz dayandınız? Siz güclüydünüz və mənim cavabım da yəqin ki, eşitmişsiniz. Ona görə buna baxmayaraq, hərbi gücün olmalıdır ki, heç kim sənə xor baxmasın, heç kim sənə ziyan vurmasın, heç kim düşünməsin hətta ki, sənə ziyan vura bilər və bunun cavabını ödəməyəcək. Buna görə biz gücümüzü artırırıq, o cümlədən hərbi gücümüzü biz Türkiyə ilə rəsmi müttəfiqlik formatında əməkdaşlıq edirik.